Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilərim. Sizlər üçün qəşəng, super təkliflə qarşınızdayam. Həmişə olduğu kimi xüsusi mülkiyyət, paket kupça, xüsusən əmlakda. Əzizlərim, 292 nömrəli məktəbə çox yaxın. 169 nömrəli busun məsafəsi 50-60 metr. Yəni qapıdan 169 nömrəli avtobusun dayanacağına 50-60 metr məsafədə yerləşən 2 sotdan inşa olunmuş 4 otaqlı yeni evimizi təqdim edirəm. Çox əla bir qiymətə təklif olunur. Qiymətə sonda deyəcəm sizlər üçün. İlk öncə ətraflı evimizin həyət hissəsini təqdim edim sizlərə. Qəşəng həyətin girişdən solda moykası, manqalı, aşağısında belə bir qardirob yeri nəzərdə tutulub. Əzizlərim, bütün döşəməsi səliqəli şəkildə təmir olunub. Hər bir tərəfdə işıqlandırması, mini ağaclar, dekorativ ağaclar üçün mini torpaq sahələri ayrılıb hər 3 hissədə. Evimizin yan tərəflərdən məsafəsi var əzizlərim. Evin arxa hissəsində kombinin yeri və həyət üçün sanitar qovşağı da inşa olunub, tam sərgəli təmir olunub. Bütün hər bir hissəsi, evin bütün 4 tərəfi də baxın fasad olaraq tam təmirlidir. İndi isə keçirəm evimizin daxili interyerini sizlər üçün təqdim etməyə. Və təbii ki, qəşəng hündür tavan məsafəsi, super səliqəli təmir qarşılayır bizi. Müştəri gözü ilə inanın ki, özüm belə bütün detallara, incəliyinə qədər fikir verirəm. Çox xoşuma gəlib bu evin. Həm həyət olaraq həm də evin daxili interyeri təmiri, səliqəliliyi və keyfiyyətli evdir əzizlərim. Arxayın ola bilərsiniz. Girişdən bizim solda qəşəng geniş qonaq otağımızı görürsünüz hal-hazırda. Ölçülər ideal ölçülərdir. Tam qaydasında istilik sistemlərinin kombisinə qədər quraşdırılıb əzizlərim. Hazır evdir. Keçirəm indi mətbəx hissəsini sizlərə təqdim etməyə. Girişdən sağda isə bizim mətbəxi görürsünüz. Mətbəx mebelinə qədər, bütün avadanlığına qədər quraşdırılıb. Tam hazır vəziyyətdə əzizlərim. Paket kupçalıdır, bir daha qeyd edirəm. Birinci yataq otağımızla davam edirik. Ölçülərimiz ideal, səliqə çox əla, ideal səliqəli şəkildə təmir olunub. Təbii ki, kermoqranit olan hissələrimiz stipolla təchiz olunub. Yataq otaqlarımız isə radiator əzizlərim. Tam, yəni belə də olmalıdır. Digər sonda 3-cü yataq otağımız. Yataq otağında radiator olmalı, yəni tam qaydasındadır, stipol olunmaz. Əzizlərim, bu hissəni zəhmət olmasa göstərək. Həyətin arxa hissəsidir. Burada bizim həyət üçün sanitar qovşağı, kombisi və ehtiyat su çəni üzərindədir. Və bir daha qeyd edin, hər bir tərəfdən məsafəli şəkildə inşa olunub. Son olaraq hamam otağımız, sanitar qovşağımız bütün aksesuarları ilə təchiz olunub, tam qaydasında. Evimizin start qiyməti 135 min manata deyilir. Bugünkü gün atçılıqda bu qiymətə belə bir ev yoxdur. Çox qəşəng bir təklifdir və real alıcı ilə də yaxşı razılaşma olacaq. Bu və ya digər evlər üçün əlaqə saxlaya bilərsiniz. Xüsusi əmlak sizinlə. Sağ olun, sağlıqla qalın.